Hörmətli izləyicilərimiz, hörmətli tamaşaçılarımız, hörmətli valideynlərimiz, biz Çağdaş Təhsil komandası olaraq bu günlərin çox gözəl rayonlarından biri olan Beyləqan rayonundayıq. Beyləqan rayonu haqqında qısa bir giriş verim. Beyləqan rayonu biz mən özüm Vüsal Kəlbəcərli adımla bildiğim kimi əslində Kəlbəcər rayonundayım. Beyləqanın ikinci vətəni Kəlbəcər rayonudur. Çünki siz Beyləqanlara köçürmüş oradır. Və bu rayon bizə mənə çox əziz rayonlardan biridir. Mən burada illər əvvəl dəfələrlə məktəblərdə olmuşam və Allah rəhmət eləsin Tofiq Hüseynov vaxtında məktəbdə Aşıqlı məktəbin direktoru Talib müəllim vaxtında dəfələrlə olmuşam. Aşıqlı məktəbdə olduğumuz müddətdə biz illər əvvəl çoxlu sayda müəllimlərin adlarını götürmüşdük və hər dəfə işxandadır onlar. Şagirdləri, tələbələri, müəllimləri. O qabaqsız və nümunə müəllimlərdən biri də bu günləri mən birini sizə təqdim edəcəm. Düzdür, əslində 2 nəfər müəllim var, ikisini də təqdim edəcəm. Amma bir müəllimlik gələn dəfə gözəl çəkiliş edəcək onun haqqında. Və o müəllimlərdən biri də Əzəmət müəllimdir. Əzət müəllimdir. Mənim adınız, soyadınız? Qurbanova Əzət. Qurbanova Əzət müəllim, çox gözəl. Təhsil sahəsində neçə il çalışmısınız? 40 il. 40 il, çox gözəl. Həyatının 40 ilini təhsil sahəsində fəda verən müəllimlərdən biridir. Və hansı, əsasən biz bildiyimizə görə təşkilatçı müəllim olmuşsunuz. Evet, təşkilatçı müəllim olmuşam. Neçə il təşkilatçı müəllim olmuşsunuz? İnstruktorum. 40 təşkilatçı müəllim olmuşsunuz. Müxtəlif məktəblərdə işləmişəm, hamısında Hamısını təşkilatçı müəllim olmuşsunuz və ən sonunda... İkinci olmuşam da həmçə. 20 də talim müəllim işləyir. Çox gözəl. Talim müəllim də bizim dostumuzdur. Bakı Dövlət Universitetinin Tarix Fakültəsini bitirmişəm, 83-cü ildə. Çox gözəl. Və ondan sonra təyinat. Ən əsası da hörmətli izləyicilərimiz. Müəllimə məktəbdə işlədiyi müddətdə təhsil təşkilatçı müavin kimi deyil, həm də məktəbdə şagirdlərə bir ana qayğısı göstəribdir. Şagirdlərə vətənimizi sevməyi, bayrağımızı sevməyi, dövlətimizi sevməyi və əsl vətəndaşlığı öyrədibdir. Buna görə sizə öz adınızdan dərin təşəkkürümü bildirirəm. Ana kimlərin təşəkkürümü bildirirəm. Və müəllimə hal-hazırda təqaüddədir. Təqaüddə olmağına baxmayaraq yenə də təhsil sahəsində canlı fəda verməyə hazır olan müəllimlərdən biridir. Hal-hazırda neçə yaşınızdır müəllimə? Mən hazırda 67 yaşım var. Mən məktəbdən qutarsam da ictimai fəaliyyətimi davam etdirirəm. Mən kənddə qeyri-hökumət təşkilatında çalışıram. Kənd qadınlarını birləşdirən bir qeyri-hökumət təşkilatıdır. Azərbaycan Kənd Qadınları Assosiasiyasının xətti ilə qadın qrupu yaradılıb. Çox gözəl. Və indi həmin qrupun nəzdində Elad Qadın qrupu. Çox gözəl. Belə gedir adı. 23-cü ildən o kooperativə çəkildi. Mən həmin kooperativin sədriyəm. Elad İstehsal İstehlak Qadın Kooperativi. YouTube'da da şeydə də izləyə bilərsiniz. Facebook'da da izləyə bilərsiniz. O günümüzdə o məlumatı çox şad oldu. Mən dünən Lənkəranda AFAQ təşkilatının tədbiri vardı. Orada iştirak edirdim. Yəni öz icmamı, öz kəndimi təmsil edirdim. Və AFAQ təşkilatından öz kənd qadınlarımıza çox şad olduq. Biz də ona görə texniki dəstək göstərir AFAQ təşkilatı. Mən onu təşkil edirəm. Qabaqsız müəllim olduğunuza görə, qocaman müəllim olduğunuza görə, fəal müəllim olduğunuza görə, bəli, biz də Çağdaş Təhsil qəzetinin xüsusi buraxılış jurnalında müəllimlərini işlandıracağıq. Təhsil jurnalda deyil, həm də sosial şəbəkələrdə, o cümlədən də inşallah televiziya xəbərlərində işlandıracağıq. Amma biz istəyirik ki, gələn çəkilişimizdə demək, Beyləqan şəhər 4 saylı məktəbin təşkilatçılarını tədris edilməlidir. Təlim-tərbiyə işlərdə direktor müavinə çəkiliş edəcəyik. Amma istəyirəm bir müəllimə kimi və bir bacısı kimi inşallah gözəl bir xeyir duasını versin. Adın soyadı nədir müəllimə? Qurbanova Qızbəs babadır. Qızbəs müəllim, çox gözəl. Nə arzulayırsın müəllimə? Nə deyə bilər? Bacı kimi necə bacıdır, necə o cümlədən ürək sözləriniz nə deyə bilərsiniz? Uzun ömür, can sağlığı, işlərində uğurlar, işləmək həvəsi genişlənsin. Necə deyim? Həvəsdən düşməsin, çalışsın, yaşamaq həvəsi. Yüksək olsun, can sağlığı. O qeyri-hökumət təşkilatının Bilirsiniz, onu çətinliklə qazanmışıq da. Bir il bundan qabağa zəhərlənmə keçirdi, bir ay reanimasiyada. Bakıda qalıb, qanına girib. Ondan, məsələn, görürsünüz çizgilərdə içində var. Allah kəmək olsun. Allah kəmək olsun. Və bir sözdə bir sevimli bacınızdır. Biz də sizə öz adımızdan sağ ol deyirik, təşəkkür edirik. Və bu günlərim, demək, 2025-ci il 7 mart tarixidir. Bir neçə saatdan sonra 8 mart olur. Və mən hər ikinizi və sizin ailə üzvlərində olan hər bir qadını Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirəm. Çox sağ olun. Və sizə ən gözəli can sağlığınızı bilirəm. Hər biriniz gözəl anasınız, gözəl bacısınız.
gözəl müəlliməsiz. Müəllimlik peşəsi ən şərəfli peşələrdən biridir En çetin və ən çətin peşədir. Və təsəvvür mən 20 ildir təhsil sahəsində çalışıram, sırf müəllimlərlə işləyirəm, şagirdlərlə işləyirəm. Bəli, hələ mən müəllim işləmir, bilirəm ki, müəllimlik ən çətin peşədir. Çünki onlarla Bizim işləyirəm. çətinimiz nədə oldu? Müəllimimiz tarix müəllimi kimi deyirəm də. Bizim orta məktəbdə, institutda keçdiyimiz mövzular tamam başqa tərəfdə qaldı. Hə. Biz işləyəndə başqa aspektdən dərs keçməyə başladıq. Çünki institutda nə də orta məktəbdə biz Azərbaycan tarixi keçməmişdik. Hə. Amma sonra biz Azərbaycan tarixini özümüz öz xəttimizdən Çox gözəl. öyrəndik, məktəbdə Çox şad oldum. elədik. Sizləri Vətənimizin tanımaq tarixini oldu. bilməliyik. Bəli, sizə uzun ömür, can sağlığı arzu edirəm. Sağ olun. Biz bugündən sonra çəkilişimiz vasitəsilə nə aidiyyəti olan orqanlardan, nə kimlərdənsə biz sizə ən yüksək ad arzulaya bilmərik. Çünki təqaüdə çıxır. Biz sizə ən yüksək ad və şərəfli ad və şərəfli arzu, can sağlığı arzu Bəli, edirik. çox sağ olun. Sizə Allah uzun ömür, can yüksək sağlığı arzu edirik. O gün olsun ki, biz sizin 70, 80, 90, 100 yaşınızda gözəl Sövdə çəkilişlər sövdə edirik. yaşamaqdansa. Bilmək istəsən, bizim evdə 2 dənə də müharibə veteranı var. Çox gözəl. Mənim 2 övladım, bir hərbi həkimdir, böyük oğlum Qasımlı Səlimli, müharibə veteranıdır. Hə. O birisi oğlum müəllimdir, bir nömrəli məktəbdə işləyir, Əl-Nəzərli 1-də. Çox gözəl. İdman müəllimi. İdman Direktor müəllimi. Ülker müəllim olan məktəb. Çox gözəl, çox Hə. şad olduq. O da müharibə veteranıdır. Deməli, əvvəldən axıra da o 44 günlük müharibədə əvvəldən axıra qədər iştirak Çox edirlər. gözəl. Çox şad olduq ki, özür övladların anasısınız Sağ olun. və biz sizin hər Çox birinizə ordenlər uzun sağlıq. aldılar. Çox gözəl. Çağdaş Təhsil komandası olaraq bugünkü çəkilişimiz çox gözəl müəllimlərlə oldu. Sizə uzun ömür, can sağlığı. Sağ olun. Təşəkkür edirəm. Sağ olun, çox sağ olun. Sağ olun.